Salam. Biyologiya test toplusu birinci hissədən. Burada 37-ci sual qalmışdı. Hansı ki generativ orqanlardaydıq. Generativ orqanlar mövzunun adı isə çiçək, nəsə birincisi idi, çiçəklə başlayan olan. 37-ci sual deməli burada nə deyir? Salxım, sadə sümbül və səbət çiçək qruplarını tapmalıyıq. Kələmdə sadə salxımdır. Bağa yarpağında sadə sümbüldür, günə baxanda isə səbətdir. A variantı ilə düzdür. Yenə də digər variantdakı bitkilərə də təkrar olsun deyə hansı çiçək qrupu olduqlarına baxaq. Bağa yarpağında sadə sümbüldür dedik. Burada işarə qoymayacağım, sadəcə elə bir adlarını deyim. Yəni sadəcə bir deyək ki, nələrdir. Çovdarda buğda arpa çovdarda biri mürəkkəb sümbüldür, günə baxanda səbətdir, sonra yenə günə baxandır. Bağa yarpağında dedik sadə sümbül, quş əhbəyində sadə salxım, çoban yastığının adı yazılmasa da səbət çiçək qrupuna aid olacaq böyük ehtimal, çünki həm görünüşcə səbətə bənzəyir, həm də ki, nə bilim, səbətə aiddir məncə. Sonra bağa yarpağı sadə sümbüldür, quş əhbəyi isə sadə salxımdır. Çoban yastığını dedik, qarğıdalı. Qarğıdalının dişi çiçəkləri qıça çiçək qrupudur, erkək çiçəkləri isə süpürgə çiçək qrupudur. Vəzərəkdə deməli, bu da kitabda yazılmamışdı. Amma quduz otu və vəzərək bunlarda da sadə salxıma aiddir, yazılması da ona aiddir. Kitab dediyim də güvəndə yazılmamışdı. Köhnə dərsliyə baxmamışam, amma yeni dərslikdə ümumiyyətlə bunlar haqda heç bir haqda məlumat yox idi. Mən 7-ci sinif 1-ci hissəyə baxmışdım, orada belə bir şeylər yox idi. Aha, neysə, sonra nə qaldı? Vəzərək dedik, günə baxan da səbət, noxudda isə noxud da yazılmamışdı. Noxudun adı yazılmayıb, amma yenə də bunu da deyərəm, böyük ehtimal onda sadə çiçəklərə aid idi. Qeydlərə yazıram, bunu da sonra deyəcəm. 38. Çiçəyin hissələrinin və bu çiçəyə xas olan çiçək yanlığının növünü müəyyən edin. Deməli, birinci hissəciklərə baxaq. Birinci hissə dişicik ağzıdır. Hamısında dişicik ağzı yazılıb belə. İkinci hissə sütuncuqdur. Hamısında sütuncuq yazılıb. Üçüncü tozluqdur. Hər birində tozluqdur. Dördüncü erkəkcik sapıdır. Hamısında erkəkcik sapı yazılıb. Beşdəki ləçəkdir. Beşdəki ləçəkdir, yoxsa yarpaqçıqdır. Bunu yazmalıyıq. Burada kəsə yarpaqları nəzərə çarpmır. Həm də dərslikdə də bunun şəkli var idi. Yəni bu yarpaqçıqdır böyük ehtimal. Ona görə də ləçək olan variantı çıxaq. Qaldı yarpaqçıq olanlar. Sonra 6-cı çiçək yatağı düzdür. Çiçək yatağıdır. Kasacıq yazanları çıxaq. 7-də çiçək saplağıdır düzdür. 8-də yumurtalıqdır düzdür. Və sadə çiçək yanlıqlı yazıb düzdür. Yarpaqçıqlar olur. Bu sadə çiçək yanlıqlıdır. Bu arada bir də ki, bunda dedikdə yarpaqçıqlar olmasın. Dedik heç nə. Deməli, sadə çiçək yanlığıdır. B variantında 2 qat yazılıb, o fərqlidir. Ona görə B-ni də çıxdıq. Sadə olan, yəni C variantıdır. Saplaqsız çiçəkləri olan çiçək qruplardır. Bilirik ki, buradakı hansı ki C variantındakı kimi ya sadə sümbül olmalıdır, ya da qıça olmalıdır ki, bunun kimi, Y variantındakı kimi. Çiçək qruplarıdır. Baxaq, məsələn, sadə çətirdə saplaqlar var. Sadə sümbüldə yoxdur, düzdür. Səbətdə yoxdur, düzdür. Və qıçada da yoxdur, düzdür. Sonra bir də ki, məsələn, deyə bilərik ki, başçıq çiçək qrupunda da bitişi olur. Yəni, saplaqlar olmur, başçıq da olsa götürə bilərdik. O birisi variantlara baxın. Burada məsələn qalxanı çıxa bilirik. Burada süpürgə qalxan. Süpürgənin də elə qalxanı da çıxa bilirik. Burada sadə çətiri çıxa bilirik. Belə getdi. Saplaqlı çiçəkləri olan çiçək qruplarını müəyyən edin. Deməli, biz burada çıxacağıq hansı ki saplaqsızdır. Məsələn, qıçanı çıxıram. Burada qıçanı çıxıram.
Burada baxım nə var? Salxım, qalxam, mürəkkəb çətir. Hamısı bunların saplaqsızdır. Saplaqlıdır. Yəni C-dir cavab. Burada baxım qıça aid deyil, səbətə aid deyil. Burada qıça aid deyil. Beləliklə C variantıdır. Sonra qıça çiçək qrupu başlıqdan nə ilə fərqlənir? Başlıq öz kitabımdan da baxın. Başlıq mürəkkəb çiçək qrupudur. Qıça sadədir. Deyir qıça başlıqdan nə ilə fərqlənir? Hər ikisi çiçək qrupudur. Heç biri sadə çiçək deyil. Deyir mürəkkəb çiçək qrupudur və sadə çiçək qrupudur. Hər ikisi sadə çiçək qrupudur. Ona görə bu variant səhvdir. B variantında nə deyir? Mürəkkəb qıça üzərində saplaqsız çiçəklər yerləşən qalın silindrik ətli oxa, başlıq isə üzərində saplaqsız çiçəklər yerləşən dəyirmi ətli oxa malikdir. Əslində buradakı sözlərin çoxu düzdür. Amma ki yazıb mürəkkəb qıça. Mürəkkəb sözü düz deyil. Çünki qıça sadə çiçək qrupudur axı. İndi aşağı eləyəndə yazılar silinəcək. C-də qıçada çiçək qrupunun oxu ətlidir. Açıq qoy. Başlıq isə üzərində qısa saplaqlı çiçəklər yerləşən silindrik oxa malikdir. Başlıqda silindrik olmadığı üçün bu variantda səhvdir. D-də başlıqda çiçəklərdə həmişə saplaq olur. Bu səhvdir elə. Buna görə çıxdı. Qıça çiçək qrupunda çiçəklərin saplağı var. Başlıqda yoxdur. Hər ikisində saplaq yoxdur. Bir də baxaq onda variantlara. D-yə baxaq. Başlıqda çiçəklərdə həmişə saplaq olur. Bu səhv idi. C-də qıçada çiçək qrupunun oxu ətlidir. Başlıq isə üzərində qısa saplaqlı çiçəklər yerləşən silindrik oxa malikdir. Başlığın üzərində də saplaqlı çiçək yoxdur. Belə çıxır ki, onda B variantı olacaq. Bir dənə cavaba baxın, yəqin ki, B-dir. B variantıdır. Bu arada indi yadıma düşür ki, mənim ümumiyyətlə mürəkkəb qıça çiçək qrupu gedir. Axı mürəkkəb çiçək qruplarında qıça yazılmışdı. Başlıq sadə çiçək qrupuna yazılmışdı. Qıça isə mürəkkəb çiçək qrupuna. Mürəkkəb çiçəklər hansılara aid idi? Süpürgə, mürəkkəb qıça, mürəkkəb sümbül, mürəkkəb salxım, mürəkkəb çətir. Almanın çiçək qrupunun sxematik təsviri. Almada bilirik ki, sadə çətirdir, yəni Y variantı. 43-də inci çiçəyini soruşur. İnci çiçəyində isə sadə salxım olduğu üçün inci çiçəyi sadə salxımdır. Ona görə Y variantı. Novruz çiçəyi. Novruz çiçəyində digər sualda soruşur. Sadə çətirdir. Sadə çətirdə D variantıdır. Əgər eyni bir bitki üzərində iki tip çiçək qrupu inkişaf edirsə, deməli ki, bu iki cinsli çiçək ola bilər, yaxud da eyni bir bitki üzərində iki tip çiçək qrupu inkişaf edirsə. İki tip çiçək qrupu inkişaf edirsə, məsələn, bu bir bitki üzərindədirsə, deməli bu bir evli olmalıdır. Bir evli bitkidir mütləq. Amma dişi bitki, erkək bitki onun bir fərqi yoxdur. Ona görə də B variantı. 46-cı sual. Əgər eyni bir bitki üzərində bir cinsli çiçəklərə malik bir tip çiçək qrup inkişaf edirsə, deməli bu bitki bir cinsli çiçəkləri var və bir tip çiçək qrupu var. Deməli bu iki evli olmalıdır. Niyə? Çünki digər cinsiyyətdə digər evdə olmalıdır, yəni digər bitki üzərində. Havanın yağışlı keçməsi hansı bitkilərin çiçəklərinin tozlanmasına mane ola bilməz? Buna küləklə tozlanan, elə bil ki, küləklə tozlananlara yağışlı keçmə mane ola bilir. Hansıları mane ola bilməz deyirsə, onda küləklə tozlananları çıxmalıyıq. Məsələn, A variantında çovdarı çıxırıq. B-də baxaq. B-də vərəmir, arpa. Deməli, arpada nə idi? Öz-özünə tozlanma idi. Vərəmirdə də öz-özünə tozlanmadı. Buğdada da, noxudda da. B variantı ola bilər.
Sonra C-yə baxaq. Günəbaxan var burada. Günəbaxan həşəratla tozlanandır. Və buna da əslində yağışlı keçmə mane ola bilər ki, yağışda həşəratlar aşağı düşürlər, o toz onun ayağından sürüşüb düşə bilər. Sonra qarğıdalı, digər variantda qarğıdalı lalə, qarğıdalı küləklə tozlananda mane olacaq. Digərində isə lalə astra yazılmışdı ki, lalənin özü, astranın özü küləklə yayılan olduğunu bilirik. 48-də havanın yağışlı keçməsi hansı bitkilərin çiçəklərinin tozlanmasına mane ola bilməz? Yenə eyni tipli sualdır. Burada bilirik ki, xaş-xaşda cücü ilə tozlanan bitkilərə aiddir, həşəratla tozlananlara aiddir. Yəni, bu arada mən lalə astraya həşəratla tozlanan demək istirdim. İndi tam yadımda deyil, həşərat sözünü dedim, yoxsa külək dedim. Nəsə elə bir hiss elədim ki, orada həşərat deməmişəm. Amma həşəratla tozlanandı, lalə astra. Xaş-xaş da həşəratla tozlanandı, yəni buna mane ola bilər. Sonra günəbaxan. Günəbaxanda deməli, günəbaxan necədir? Həşəratla tozlananda mane ola bilər. Burada da D variantında çəltik, darı, lobya, noxud hər biri öz-özünə tozlananda ona görə də mane ola bilməyəcək. Yəni düzgün variant D-dir. Burada sonuncu variant görünmür deyə dedim aşağı eləyim. Burada da xaş-xaş günəbaxan elə görürük ki, həşəratla tozlananda çıxırıq. 49-da yalnız iki evli bitkiləri soruşur. Bir cinsli, bir evli bitkilər və bir cinsli iki evli bitkilər var idi ki, məsələn, xiyar və hansı idi? Xiyar və qarğıdalı idi. Xiyar və qarğıdalı bitkiləri bir cinsli, bir evlidir. Sualda isə iki evlini soruşduğu üçün yenə xiyarı çıxırıq buradan. Sonra qarğıdalını C variantda görürəm, çıxıram, D-də görürəm, çıxıram. Qaldı qovaq, söyüd, gicitkən, qovaq, söyüd, xiyar. Xiyar da var imiş burada və B variantı qaldı. Mürəkkəb sümbül çiçək qrupuna əmələ gətirən bitkilər. Mürəkkəb sümbül hansılar da var idi? Buğda, arpa, çovdarda. Elə A variantını görürük. Məsələn, baxaq digər variantlara da. Üzüm mürəkkəb salxımdır, yasəmən mürəkkəb salxımdır. Üsküyotu sadə salxımdır. Sonra hansı variant idi bu? B variantı. Yerkökü mürəkkəb çətirdir. Şüyüd cəfəri mürəkkəb çətirdir hər biri. Soğan sadə çətirdir. Novruz çiçəyi sadə çətirdir. Sonra albalı sadə çətirdir. Qarağat. Qarağat nə idi? Qarağat sadə salxımdır. Qarağat sadə salxım. İnci çiçəyi sadə salxım. Üsküyotu sadə salxım. 51. Səbət çiçək qrupunu əmələ gətirən bitkilər. Astra, günəbaxan, zəncirotu. Bunlar aiddir. Astra, günəbaxan, zəncirotu səbət çiçək qrupuna aiddir. Digər variantlara da baxaq. Yerkökü mürəkkəb çətirə aiddir. Çıxdım bunu elə. Albalı sadə çətirə aiddir. Çıxdım. Söyüd, eşək, qanqalı. Burada soğanı görürəm baxan kimi. Sadə çətirə aiddir. Çıxıram. Yerkökü mürəkkəb çətirə aiddir. Çıxdım. Belə. Sonra 52. Süpürgə çiçək qrupunu əmələ gətirən bitkilər. Bu bilici, buğda, arpa, çovdardan başqa taxıllar və qarğıdalının erkək çiçəkləridir. Burada baxaq, buğda, arpa, çovdardan başqa taxıllar. Məsələn, soğan sadə sətirdə çıxdım. Sonra hər variantların birinə baxaq. Çünki buradakilərin çoxu təkrar gedib ondan əvvəl. Yəni təkrar üçün yenidən demirəm yenə hamısını. Şüyüddə mürəkkəb çətirdir. Çəltikdə, darıda və ləmirdə. Bu düzdür. Üzümdə mürəkkəb salxımdır. Qarağatda isə nə idi? Sadə salxımdır. Qarağat biraz yaddan çıxandır. Onda bilin ki, sadə salxımdır. Söyüd ağacının bütün çiçəkləri yaşıl rəngdədirsə, onda bu ağac üzərində nə ola bilməz? Bütün çiçəklər yaşıl rəngdədirsə, yaşıl çiçəkləri, söyüd ağacının yaşıl çiçəkləri yadınızda saxlayın ki, dişi çiçəklərdir. Yəni ona görə də burada da bir dənə erkək çiçəkdir. Ona aid ola
bilməz. Deməli burada oldu erkəkçi B variantı. Digərlərinə də baxsaq, məsələn, onda bu ağac üzərində ola bilməz. Bir cinsi çiçəkdir, elə. Bir cinsiyyət olduğu üçün bir cinsi çiçəkdir. Dişicik olacaq. Yumurtacıq dişiciyin içərisində olacaq. Çiçək qrupunun əsas oxu əlbəttə ki olacaq. Niyə olmasın? Söyüd bitkisində. 54-də sarımtılı çiçəkləri soruşur. Sarımtılı çiçək isə deməli söyüddə dişi çiçəklər yaşlı rəngdə olur, sarımtılı çiçəklər isə erkək olur. Yəni burada da erkək çiçəkdə nə ola bilməz? Dişicik ola bilməz. C variantı. Sonra 55-ci sual aşağı edir. Ətləşmiş oxu olanlara plus qoyub, çiçəkləri bir cinslidir plus qoyub, 2 evli bitkidirsə minus qoyub. Yəni ki, 2 evli bitki yox, 1 evli bitki lazımdır bizə. Ondan sonra, məsələn, buradakı 2 evlilərə baxaq görə, hansılar seçə bilərik 2 evlilərdən? Qarğıdalı və xiyar bir evli bir cinslidir. Yəni bir evli olduğu üçün qarğıdalı aid ola bilər. Qarğıdalını düşünək elə. Qələmi götürüm. Qarğıdalını düşünsək. Ətləşmiş çiçək oxu var. Çiçəkləri bir cinslidir, düzdür. Elə qarğıdalı olacaq. Digər variantlarda məsələn alma bir evlidir. Ondan sonra iki evlilərin arasında iki evli bitkilər hansılar aiddir? Qovaq, gicitgən, çətənə, söyüd. Burada da onlardan quzuqulağı və cil. Burada da var qovaq bitkisi burada iki evlilərdən və qovağın da ətləşmiş çiçək oxu yoxdur. Beləliklə keçək 56-ya. 56-da sarı çiçəkli söyüd bitkisi nədən məhrum olsaydı, onun çiçəkləri antogenez zamanı yalnız diploid xromosom dəstinə malik olardı. Haploid çiçəklərdə harda yaranır? Ümumiyyətlə bu da sarı çiçəklidirsə, deməli ki, bu erkək çiçəkdir. Erkək çiçəkdə haploidlik yaranmaması üçün ümumiyyətlə dişi çiçəkdə də dişicik və erkəkcik olmamalı. Çünki onun daxilində əmələ gəlir, meyoz prosesi gedir və haploidlər əmələ gəlir və sarı çiçəkdə erkək çiçək olduğu üçün cavab olacaq erkəkçik D variantı. 57 baxaq, uyğunluğu müəyyən edin. Burada şəkillər verilib. Qarğıdalının süpürgə çiçək qrupu, söyüdün yaşıl çiçəkləri. Baxaq, söyüdün yaşıl çiçəkləri nədir? Dişi çiçəkləri yanına yazaq. Dişi. Qarğıdalının süpürgə çiçək qrupu nədir? Erkək. Qızılgülün çiçəkləri 2 cinsli olacaq. Qarğıdalının qısa çiçək qrupu dişidir. Söyüdün sarı çiçəkləri erkək. Bu söyüdün bu arada sarı və yaşıl çiçəklərini necə yadda saxlamaq olar? Sarımtıl rəngdə çılpaq toxumlularda erkək qozalar idi, sarımtıl rəngdə olurdu. Burada da sarımtıl rəngli olan yenə erkəkdir. Dişidə isə burada yaşıldır, orada isə fərqli rəng idi, yəni yaşılla əlaqəsi yox idi. İndi ağlınız qarışdırmasın, heç nə deməyim. Deməli, baxaq burada indi. Birinci iki cinsli çiçəkdir, yəni 1-ə C aid olacaq. 1-ə C. Bu variantları çıxaq. 2-yə görürük ki, ancaq dişicik var. Ancaq dişicik varsa B və D ola bilər. B, D. Deməli də cavab Y variantıdır ki, 3-ə də A və Y düzdür. 58. Sadə çətir və sadə salxım çiçək qruplarına aid olan bitkilər. Baxaq variantlara. Vergil qoyulmamışdan əvvəlki sadə çətirə aid olmalıdır. Vergildən sonraki isə sadə salxıma aid olmalıdır. Çəltikdə və darıda aiddir süpürgə çiçək qrupuna. Ona görə A variantı getdi. Bağa yarpağa aid idi. Sadə sümbülə.
Buğda isə buğda arpa-çovdar aiddir mürəkkəb sümbülə. B variantına baxaq. Arpa və albalı. Albalıda sadə çətirdir, amma buğda arpa-çovdarda mürəkkəb sümbül idi. Ona görə getdi elə bu variantda. Sonra itburnu və lobya var burada. Onlar da sadə salxım. Məsələn, lobyanın çiçək qrupu. Lobyanın çiçək qrupu yazılmamışdı. Amma itburnu da heç yazılmıyor. İtburnu yəqin ki sadədir. Lobya da sadə olacaq, amma yenə bunu qeydlərə yazmışam. Araşdırandan sonra paylaşacağım. Sonra Novruz çiçəyi, albalı. Bunlar da Novruz çiçəyində və albalıda düzdür, hər ikisində sadə çətirdir. Sonra inci çiçəyi və kələmdə isə sadə salxımdır. Hər ikisi düzdür. Cavab da C variantı. Bu digər variantı da baxaq. Bağa yarpağı sadə sümbüldür. Yoncada başçıqdır. Çovdarda buğda arpa-çovdar nə idi? Mürəkkəb sümbül. Şüyüddə mürəkkəb çətir. Şüyüd cəfəri yenə mürəkkəb çətir. Hər ikisində. Sonra noxud və kartof. Noxud yazılmamışdı. Noxudda bir dənə baxım, sonra qabağıma çıxıb yoxsa yox. Noxudun çiçək qrupu əvvəlki suallarda da lazım olub. Onu qeydlərə yazmışam. Yenə dediyim kimi sonda deyəcəm. Onu araşdırıb kartof. Yəqin ki kartofda da sadə çiçəkdir ki, qarşıma çıxmayıb. Son 10 sual qaldı. Mürəkkəb sümbül və mürəkkəb çətir çiçək qruplarına aid olan bitkilər hansı sırada verilmişdir? Mürəkkəb sümbül. Baxaq. Bağa yarpağında sadə sümbüldür. Burada sürətlə çıxacam elə. Üzümdə mürəkkəb salxımda çıxdım. Çovdarda nədir? Buğda arpa-çovdar mürəkkəb sümbüldür. Arpanın adını çəkdim. Yerkökü və cəfərdə mürəkkəb çətirdir, aiddir. Sonra uzanmış, yenə digər variantlara da baxın. Çəltik, bənövşə. Çünki bəzən ola bilir ki, səhvliyi olur. Səhvliyi də varsa görək. Çəltikdə süpürgəyə aiddir, bu variant elə çıxdı. İtburnu, yonca. Yoncada başçıqda elə bu variant çıxdı. 60'da uzanmış əsas çiçək oxunun üzərində çiçəklər saplaqlarda növbəli düzəlmişdir. Növbəli düzülmüşdür. Bu hansı çiçək qrupudur və hansı bitkidə olur? Növbəli düzülüb və saplaqlarda düzülübsə, bu sadə salxım ola bilər. Sadə salxım görək hansıdır? Sadə salxım B-də görürəm. Sadə salxımı fikir verirəm. Testlərdə çox sadə sözünü yazmırlar. Sadəcə salxım sözünü yazırlar. 61. Hansı xüsusiyyətlər küləklə tozlanan bitkilərin çiçəkləri üçün səciyyəvidir? Küləklə tozlanması üçün yüngül olmalıdır. Yəni elə iri çiçəklər burada aid deyil bu. Sonra uzun erkəkçi saplağı. Uzun erkəkçi saplağı aiddir ki, küləklə tozlanmaq üçün. Daha xarici çıxsın, rahat külək onu götürsün, aid ola bilər. Görkəmsiz çiçəklər, həm də dərslikdə də yazılmışdı. Görkəmsiz çiçəklər aiddir, görkəmə heç bir gərək yoxdur, parlaq rəng aid deyil. Xoş ətir, bunu üstünə çəkmişəm. Xoş ətir aid deyil, xırda və quru tozcuqlar aiddir. Oldu 2, 3, 6 D variantı. Həşəratla tozlanan 62-ci sual. Həşəratla tozlanan bitkinin çiçəyində nektar və qoxu olmazsa, onda hansı uyğunlaşmanın olması həşəratı cəlb edə bilər? Burada deməli, həşəratla tozlanan bitkidə nektar və qoxu yoxdursa, onu başqa bir şey cəlb eləməlidir. Məsələn, erkəkçiyin olmaması iki ağızcıqlı dişiciyin heç bir əlaqəsi yoxdur. Az tozcuğun əlaqəsi yoxdur. Bol tozcuğun isə uzaqdan həşərat görə bilər. Ona görə də bol tozcuq D variantı olacaq. Sonra isə 63-cü sual. Hansı bitkilər sadə çiçək yanlığına malikdir? Sadə çiçək yanlıqlı bitkilər hansıları idi? Bunlarda yarpaqcıqlar var idi. Kəsə yarpaqları və tac yox idi. Belə çiçəklərə də aiddir. Taxıllar, inci çiçəyi, sən, dağ laləsi, enerji gülü.
Hansı ki, Nərgiz çiçəyi yazıb burada. İnci çiçəyi. Aha, B ola bilər. Sonra baxaq, digər variantlarda uyğun gələn var, yoxdur. 64-də arpa, zəncirotu, quzuzotu, soya, dağ laləsi, quş üzümü və ləmir yazıb. Bitkilərin bir çiçəyində olan erkəkçik sayının bu sıra üzrə ardıcıl dəyişməsinin qrafik ifadəsi soruşur. Bu əslində erkəkçik sayından danışdığı üçün daha çox örtülü toxumlular olan hissədə yazmaq olar bunu. Ona görə də işarə qoyuram buna. Amma əslində baxa da bilərik. Sadəcə əslində bu bölməyə aid deyil. Siz sırf bu bölməni işləyirsinizsə yazmaya bilərsiniz. Kimə maraqlıdırsa indi onun üçün deyirəm. Məsələn, arpa taxıllara aiddir. Taxıllarda da erkəkçi, ümumiyyətlə taxıllarda çiçək qurutunun düsturu belə olur. Ç, 2, üstə gəl 2. İndi bunu əslində belə əzbərləməyiz də çox da yaxşı olmaz. Çünki bu hərflər var, Y, D, erkəkçi, dişici, Ç. Bunların hər biri artıq yeni dərslikdə dəyişib. Amma biz yenə də bu sual köhnəyə aid olduğu üçün köhnə ilə baxaq. Sayılar dəyişməyib. Sadəcə heç sayılar da yazılmayıb yeni dərslikdə. Amma hərfləri dəyişib. Deməli, arpada 3 dənə oldu. Bunu tapdıq. 3 yazıram. Zəncirotu. Zəncirotunda yəni mən özümdə qələmlə kənara yazdım. Çünki silinəcək birazdan. Zəncirotu deməli aiddir hansılara? Mürəkkəb çiçəklərə. Və mürəkkəb çiçəklərdən də zəncirotunda yalnız dilci şəkilli çiçəkləri olur. Bu zəncirotunun üzərində. Və bunlarda da K0, L5, Y5, D1 idi. Yəni 5 dənə də bunda olacaq. Quduzotu xaç çiçəklərə aiddir. Xaç çiçəklərdə də çiçək düsturu K4, L4, Y4+2, D1 şəklindədir. Yəni bunda da erkək sayı 4+2, 6 dənədir cəmi. Xaç çiçəklərdə 6 erkəkçik olur. Sonra soya. Soyanı da adını daha çox soya, lobya bununla birlikdə işlədir. Yəni paxlallara aid. Paxlalların da çiçək düsturu necə idi? K5, L3+2, Y9+1, D1. Yəni ki, bunda da 10 dənə erkəkcik var. Dağ laləsi isə dağ laləsi aid olacaq. Məsələn, bunun kimi lalənin ümumiyyətlə quruluşu görürük ki, zambağa bənzəyir. Yəni lalənin çiçəyi əslində zambaq çiçəyinə oxşuyur da bir qədər. O da zambaq kimlərə aiddir. Nəysə ki, zambaq kimlərdə də Ç 3+3, Y6, D1 idi. Yəni bunda da 6 erkəkçik var. Beləliklə nə oldu indi? 3, 5, 6, 10. Burada artdı. Sonra isə təzədən 6-ya düşüb, yəni azaldı. Ona görə də A variantındakı kimi olacaq. 65-də yenə erkəkçik sayına görə soruşur. Çovdar var birinci. Çovdar taxıllara aiddir. Dedik ki, bunlarda artıq təzədən bir daha yazmıram. 3 dənə erkəkçik var. Eşək qanqalı aiddir mürəkkəb çiçəklərə. Onlarda da dedik ki, 5 erkəkçik olur. Bunun üstünə yazım 5. Sonra sarılıq otu. Xaç çiçəklərə aiddir sarılıq otu da. Onda da 6 erkəkçik var idi cəmi. Sonra mərci. Mərci də adından gördüyümüz kimi paxlallara daha çox bənzəyir. Adı, yəni ki, çox fataxı bir yerdə sayırıq. Lobya, soya, mərci. Mən belə yadımda saxlayıram ki, hamısı bir-birinə də oxşar olur. Deməli, paxlallarda da cəmi 10 dənə oldu erkəkcik. Sonra inci çiçəyidir. İnci çiçəyi də məsələn əsas da yarpaq damarlanmasında zambaqları yazmışdı ki, güvəndə var idi o. Yazmışdı ki, mənim orada yəni yadımda qalır, ona görə deyirəm bunu. Gövsvari damarlananlara aiddir zambaq kimilər. Orada da mötərizədə inci çiçəyi yazmışdı. Yəni zambaq kimlərə aiddir. Onda da 6 erkəkçik var.
Dəlbəngin adı yazılmasa da mürəkkəb çiçəklərə aiddir. O da 5 dənədir. Sonra isə vələmir. Vələmir də yenə taxıllara aid olduğu üçün bunlara 3 dənə. Beləliklə 3, 5, 6, 10 artdı. Sonra 6, 5, 3 yenidən azaldı. Yəni C variantı. 66-da sxema əsasən bitkilərin əksəriyyətinin çiçəklərində tozlanma ilə əlaqədar olaraq burada həm erkəkçi, həm də dişici olur. Öz-özünə tozlanmanı görürük. Hətta çiçək açılmamış baş verən tozlanmanı görürük. Həm erkəkçi, həm də dişici olmalıdır mütləq. Biri seçirik. Bol nektar və tozcuq olur. Nektar lazım deyil, çünki həşəratla tozlanan deyil bu. Yalnız erkəkcik və ya dişicik olur, aid deyil. Hər ikisi olmalıdır. Erkəkcik və dişicik eyni vaxtda yetişir, düzdür. Dişiciklər erkəkcikdən aşağıda yerləşir. Düzdür ki, erkəkcikdən tozluq gəlib düşə bilsin. Yəni, digər dişicik erkəkcikdən aşağıda yerləşirsə, onun tərsidir, yəni səhvdir. Beləliklə cavab 1, 4, 5. Uyğunluğu müəyyən edin. Tozlanma üsulu verib, külək vasitəsilə, cücülər vasitəsilə öz-özünə. Baxaq, bunlara Astra cücülər vasitəsilə idi. A-nı bura yazaq. B, noxud öz-özünə idi. Çovdar külək vasitəsilədir. Xaşxaş öz-özünədir. Xaşxaş yox, cücülər vasitəsilədir. Saçdım öz-özünə dedim. Ağzımla dedim, amma elə fikirləşmişəm. Y, arpa isə, arpa nə idi? Buğda, arpa. Bunlar noxud öz-özünədir. Yəni, Y də bura gedir. 1C, 2A-D, 3B, Y. Bu videoda sonuncu sualdır. Bundan sonraki bölməni isə, bölmə deyəndə bölmə deyil də bu, hissəni deyək. Artıq başlayır toxumların yayılması olmalıdır. Bəli, toxum, meyvə və onların yayılması. Onu da gələn videoda deyəcəm. Çiçək qruplarının soldan sağa ardıcıllığına uyğun olaraq bitkilərin müvafiq ardıcıllığını müəyyən edin. Deməli, burada yoncanı ən birinci görürəm ki, yonca bura aiddir. 2. Bu nədir? Bitkilərin müvafiq ardıcıllığını. Hə, üstünə yazacağım. Ondan sonra isə belə sayırıq. Bildim. Elə bir ki, məsələn, burada 5 olsa, burada 4 olsa, 5, 4, 3 belə bu şəkildə gedərdə tutaq ki, deyirəm. Hə, sonra üskü otunu görürəm. Üskü otu nə idi? Sadə salxım üskü otunda, burada 5 olacaq. Ondan sonra bağa yarpağında sadə sümbüldür burada. Sonra nə var? Albalı sadə sətirdir burada. Yemişan, armud, quş armudu, bunlarda isə qalxan çiçək qrupuydu. Beləliklə sıralama oldu. 3, 4, 5, 2, 1. Bu mövzu da burada bitdi. Sağ olun. Növbəti videolarda görüşəndə izlədiyiniz üçün təşəkkürlər.